Gənclik ərazisinə elə belə bir məkan lazım idi. Gənclikdə oxuyanlar, gənclikdə işləyənlər, gənclikdə yaşayanlar sizlər üçün çox gözəl bir məkan kəşf etdim. Buranı çox bəyənəcəksiniz. Bu qədər məkan çəkmişəm, ancaq belə çox şirniyyat və desert seçimi olan ikinci yer tanımıram. Menyuda olan bir çox şirniyyatı vitrində görə bilərsiniz. Buranın interyeri də çox qəşəng, sadə və estetikdir. Sifarişlərimiz mavi gilə və feta pendirli belə bir salat çox bəyəndim, çox yüngülü idi. Köftəli napolitan soslu kastarazeni də ilk dəfə yoxlayırdım, çox ləziz idi. Əti sulu, 2 qat ətli, çedar pendirli, çörək bulka kimi olan belə burgeri kim sevməz ki? Bizdə İzmir kumrusu təqdim edən tək-tük yerlərdən biri də burada. Yoxlamağınızı tövsiyə edərəm. Kalori bombası Dubai Magnolia yenə də dəyərdi. Krokanlı tortu anam bəyəndi. Brownie cup üçünsə mənim ürəyim getdi. Mühallebisi əlaydı. Kofelər də yaxşı idi. Buradan biz hər cəhətdə çox razı qaldıq. Instagram səhifələrini təq edəcəm. Gənclik metrosuna da yaxın yerləşir.